Kişi xeyalağında bir xüsusiyyət var ki, alışandan sonra tam açılır və elədiyi mənfi xüsusiyyətləri vur ikiyə. Yəni davam eləyir. Sən bu dəqiqə cəmiyyətə çatdırmaq istəyirsən ki, bir kişi tanışlıq və sevgi yaşadığı bir dönəmdə nə ki mənfi eləyir, biraz İki qatın eləyəcək. münasibət davam eləyəndən sonra, illər sonra həmin o mənfi elədiklərini vur ikiyə. Bəli. Daha çox eləyəcək Bəli. sənə qarşı. Həqiqətən də elədir. Bu bir. İkinci də ki, həqiqətən də qadınlar özünü sevməlidir. Həqiqətən bu mövzu doğrudur. Necə bir qadın özünü necə Bax, bir söz deyim. Biz ümumiyyətlə Nigar xanım dünyaya necə gəlmişik bizim dövrdə? İndiki gənclərdən söhbət getmir. Hər zaman fədakar olmalıyıq, qurban olmalıyıq. Təəssüflər ki, indi elə deyil. Qadın qurban olduqca onun dəyəri aşağı olur. Yəni qadın bugünkü gün, bax, mənim tövsiyəm olar ki, qadın əgər sevdiyi insanla tanış olubsa və o rusların bir sözü var, deyir, konfetno-buketni period. Konfetno-buketni, yəni bu ən belə isnişən zamanda qadın çox diqqət eləməlidir kişinin səhvlərinə. Yəni düşünməsin ki, düzələcək. Bax, bizim səhvimiz odur ki, biz hər zaman düşünürük ki, düzələcək. Düzəlmir. Əksinə olur. Əksinə olur. Yəni ilk tanışdıqda sənin əgər o xasiyyətləri, dediyi sözləri keçirib əməl edirsə, sən onunla həyatı davam elə. Yox, əgər o sözdürsə, əməl yoxdursa və yaxud da səni nəsə qane etmirsə, düşünmə ki, o sənlə bir yerdə olandan sonra onlar düzələcək. Düzəlmir.